Selamlar, kanalıma hoş geldiniz. Bugün sizlerle birlikte sual cevap videosu çekirim. Bir ay olardı ki posta paylaşmıştım. Onları cevaplayacağız. Hamınız hoş geldiniz. Keçək suallara. Günay qıraqdan suallar deyəcək, üzünü istəmir göstərmək, amma o deyəcək. Deməli mən birinci sualla özümün sualı ilə başlayıram. Yorumlara yazmışdım. Hansı xasiyyətini dəyişdirərdin? Hansı xasiyyətimi dəyişdirərdim? Xasiyyət olaraq çox çılğınam. Yəni o yüzden onu biraz azaldardım. Belə. Başqa suala keçək. Əgər dünyaya ikinci dəfə gəlsəydin, uşaqlığını necə keçirərdin? Çox maraqlı, gülməli anlar eləyərdim. Ən sevdiyin adlar hansılardı? Mən ən sevdiyim adlar Azərbaycanın Nazlı və Leyladır. Türkdən? Türkdən sevdiyim yoxdur. Mən xarici ölkələrin. Xarici ölkədən. Ən gözəl rəng seçimi səncə hansılardır? Mən ən sevdiyim rəng deyəcəm. Mavi, bir də mor rəngi. Ən yaxşı meyvə səncə sevdiyin? Mandalin, bir də banan. Yatmaq yoxsa dərs oxumaq? Tabii ki dərs. Yatmaq məncə. Çünki gələcəyimi düşünüb deyirəm. Atavı daha çox sevirsən yoxsa anavı? Heç vaxt ayrı bilmərəm. İkisini də çox sevirəm. Bacın yoxsa qardaşın? Bacım. Qardaşımı sevirəm. Mən incidir bütün günü. Ən sevdiyim musiqiçi? Aygün Kazımova da Azərbaycandan hissdir bir də. Amma başqa ölkədən Cennedir. Blackpink'dən. Evet. Ən sevdiyin YouTuber səncə? Mən ən sevdiyim YouTuber Sıla Dündardır. Azərbaycandan yoxdur? Azərbaycandan biraz Ofeliya Əliyevanı sevirəm. Xaricdən? Xarici Mr. Beast var yəqin ki, yoxsa? Yox, Mr. Beastə çox baxmıram. Ən sevdiyin dostun? Zəhra. Hal-hazırda neçə yaşın olmağını istəyərdin? 3 ya da 4 olmaq istəyərdim. Niyə ki? Ən sevdiyin musiqi? Ən sevdiyim musiqi Lak Cennedir. Belə. Ən sevdiyin heyvan? Heyvan kapibara. Ay Allah. Ən sevdiyin film hansıdır? Stitch'in filmi. Ən sevdiyin kino? Kino başqa cürdür, yəni bölümlü. Kinonun belə sevdiyim yoxdur. Məndə sahibsizlər. Mən kinolara baxmıram axı. Sihirli animələrdən. İndi burada Mələyin sualına keçirik. Evet, baxarsan Mələk. Ailəndən başqa sevdiyin insanlar kimdir? Ailəvi keçdiyin qohumlarından, yox da dostlarından ən çox sevdiyin? Ailəmin çox sevdiklərim yoxdur, amma ailəm qədər sevdiklərim var, hamıdır. Ailəndən sonra, ailəvi keçdikdə ən çox həyatda ailəvi istəsən də, yəni ki, ailəndən sonra sevdiklərin? Hamını sevəndə qohumlarım, dostlarım, tanışlarım. Bu həyatdakı ən böyük şansın nə olub? Yenə Mələyin sualıdır. Böyük şansım atam mənə istədim hər şey almasıdır. Yəni. Və hansı YouTuberləri tanıyarsan? Ofeliya Əliyeva, Bacı Qardaş, Sıla Dündar, Ahmetcan Dündar, Mərtərəm Bülbül, Fərdə Özgün, Mr. Beast, Gamze Karta, belə yəni. Mələyin sualı. Ən sevdiyin dostun? Bu sualı məncə Zəhra cavablamışdın. Bəli. Ona görə bu sualı keçək. Ən sevdiyin rəng? Ən sevdiyim rəng mavi və mordur. Ən çox da bunu da demişdin. Mordur. Ən çox işlətdiyin emoji? Ən çox işlətdiyim ağ ürəkdir. Məndə də odur. Bir də o ürəkli olur, smile'də gözlə smile. Amma o pişikli formasını mən. Blackpink'də ən sevdiyin idol Jennie. Bunu da demişdin. Jennie. Ən sevdiyin yemək? Qəşəng sualdır. Ev yeməyindən mərcidir. Belə restoran yeməklərindən kartuşka fire, hamburger kimi şeylər. Hamburger. Hamburger deyirəm, hamburger deyirəm. Ən sevdiyin K-pop qrupu hansıdır? Blackpink. Tabii ki de Blackpink. Biraz beğenmişdir. Bu qədər idi. Böyüyəndə nə olmaq istəyirsən? Bunu keçmişəm. Böyüyəndə rəsm müəlliməsi olmaq fikrim var. Az idi, özünüz də gördüyünüz kimi. Əgər sualınız olsa orada yazmağı unutmayın postumda. Əgər bu serinin davamının gəlməsini istəyirsinizsə kanala abunə olub like etməyi unutmayın. Bye bye.